akordeon ifa edir kənddə, axşamüstüdür. Bir dənə fayton gəlir dayanır orada. Bir dənə bəy düşür faytondan. Xoşuna gəlir bunu müşahidə eləmək. Çıxardır bir dənə böyük platır olan. Burada yazıq kasıb adamdır. Başını kaldırır, baksın ki yon pulu kim attı. Görür kişi yanır, bir dənə qızlı yanır. Dünya gözəli, çox gözəl. İç baxışdan məhəbbət deyirlər də o çox bir şeydir. İldırım kimi vurulur. Başını kaldırır, kızı görür, kıza vurulur. Dəli olur oğlan. Akşam gəlir dostuna dərdini asır, danışır ki, mən bir dənə qız görmüşəm, onunla ailə həyatı qurmaq istəyirəm. Dostu deyir, görmüsən, lav yaxşı. Bu yazır deyir ki, bəs mənim üçün kim elsə geçsin. Dostu deyir, mən ölmüşəm, mənim atam, anam, gedərsən üçün elsə, alar o qızı toylayarırsınız. Gelirlər, tapırlar həmən bəyi, o faytondan düşən kişi, görürlər bir dənə başqa kətdə, başqa bir kəndin elə bir kənd xulasıdır, böyüdür. Tapın böyürlər, deyirlər, gəlmişik, biz falan iş üçün gəlmişik də, istəyirik qızımızı, oğlumuza. Deyir, oğlunuz kimdir, deyir o. Dünən bizim kətdən keçəndə görmürsən, akordeon ifası. Bəyi gülmək tutur, deyir, mən şahlarla pul oynayıram ki, bığlarım yağa batar, məndə akordeon salona veriləsi qız yoxdur. Oğlan küsür, öz sənətindən küsür ki, görməm, sənətim nə qədər aşağıdır bunun gözündəki, buna görə qızı vermədilər, hə? Kapanır özünə, gəlir akordeonu da bağlayır, evdə qoyur bir qırağa, deyir, da mən buna əlimi vurmayacam. Buna görə ömründə bir dənə qız bəyəndim, o da mənə vermədilər. Başlayır başqa işlə məşğul olmağa, fəaliyyətini edir, başını qatır, üstündən illər keçir. Dostu gəlir buna deyir ki, bəs mən evlənirəm, 3 gündən sonra toyumdur. Sən mən uşaq vaxtı söz vermişdin axı ki, mənim toyumda akordeon salacaqsın. Deyir, eləmə də, sən bilirsən axı mən o aləti niyə atmışam qırağa. Mən məcbur eləmə təzdən götürüm onu. Deyir, yox, sən mən söz vermişsən, sən mənim dostumsan. Bir də mənim toyumda müşahidə elə, sonra təzdən qoy qırağa. Razılaşırlar, gəlir evə xulasa, asır akordeonun tozun basını silir. Hazırlaşır 2 gündən 3 gündən sonra dostunun toyudur. Gəlir dostunun toyuna, bütün xalqların özünə məxsus vağzalısı var. Necə bizdə vağzalı salırlar, bey gəlin gəlir. Hər bir xalqda, millətdə özünə məxsus o mahnı var. Başqa cürdə amma var. Bu həmən özlərinə məxsus vağzalını ifa edir ki, dostu gəlsinlər, içəri toydu, zaman gözləyir. Qapı açılanda görür ki, həmən qızı dostu alır. Hansı ki, buna verməmişdir o qızı. Özündən ixtiyarsız başlayır bu mahnını ifa eləmək. Mahnının içində qəm də var, kədər də var, ayrılığı da var, etibarsızlıq da var. Dostun dostuna vurduğu zərbə, hər şey var bu mahnının içində. Ən əsas yeri harasıdır, üstündən 100 il keçir. Nə o qızdan o kətdə bir əsər əlamət var, nə o alan dostundan, nə o qızın o pullu atasından, nə dostluğun imkanlı atasından, amma bu oğlanın adına muzey var o kətdə. Niyə? Çünki bu saf sevirdilər, yalandan sevmirdilər. Allah bizə saf sevməyi qismət eləsin, saf sevilməyi qismət eləsin.